Salam əziz izləyicilər. Bu göbələk xəstəlikləri çox böyük bəladır. Mən bu heyva ölçüsünü göstərmək üçün əlimi tuturam. Qoz boyda olardı və qurtlaması da var idi. Neçə il 5-3 dənə gətirirdi qoz boyda. Bu hamısı göbələk xəstəliyinin fəsadı idi. Bu il bunu dərmanladım. Ona görə görürsünüz böyüməyinə böyüyüb, amma qurd əleyhinə də dərman vursaydım qurtlamazdı. Qoruyun ağaçlarınızı bu göbələk xəstəliklərindən. 2 dəfə yaz və payız göydaş vurun. Bardos məhlulu da deyirlər, bardo da deyirlər. Ziyansız dərmandır da nisbətən, ən az ziyanlı dərmandır. Sonra maye kükürt də yaxşıdır və başqa vasitələr də var. Aktaradır, nə bilim, marşaldır, generaldır, matadordur, belə dərmanlar da var, onlar da faydalıdır. Bağı dezinfeksiya eləmək lazımdır. Bu göz göbələk xəstəliklərinin əlindən məhsul götürmək mümkün deyil. Nəinki məhsul götürmək mümkün deyil, ağaçları qurudur hətta. Sağ olun, salamat qalın, vaxtınızı almıram.